Sığortanın inkişafıyla bağlı məsələlər möhtərəm cənab prezident tərəfindən 22-26-cı illər sosial-iqtisadi inkişaf strategiyasında müəyyənləşdirilmişdir. Əsas hədəf indikatoru sığorta bazarının illik 10% artımına nail olmaktır. Və 22-26 sosial-iqtisadi inkişaf strategiyasının monitorinq və qiymətləndirməsini həyata keçirdən qurumun nümayəndəsi olaraq demək istəyirəm ki, biz bu əsas hədəf indikatoruna nail oluruq. Çünki 22-ci ildə bizim deməli, ümumi sığorta bazarımız 1 milyard manatın altında olduğu halda artıq 25-ci ildə bu göstərici 1,5 milyard manata çatmışdır. Beləliklə, biz sığorta bazarının deməli, davamlı ardıcıl inkişafını görürük və xüsusi olaraq strateji baxış ondan ibarətdir ki, sığorta daha çox biznes mühitinin inkişafına özünün töhfəsini verməlidir. Xüsusən də investorların və kreditorların sığortalanması fonunu. Çünki makroiqtisadi nöqteyi nəzərdən yanaşsaq, biz iki vacib makroiqtisadi göstəricini götürməliyik. Bunlardan birincisi, əlbəttə, yığımdır, digəri isə deməli, həmin yığımın sərmayə çevrilmesidir. Biz təxminən bir həftə bundan əvvəl bu zalda müzakirə aparan zamanda demişdik. Türk dünyasından bizim bir beynəlxalq konferans olduğuna görə danışırıq. Türk dünyasında yığımın deməli, investisiya nisbəti göstəricisine görə biz deməli, bütün dünya ilə müqayisədə təxminən 4 dəfə geridə qalırıq. Bütün Türk dünyasından. Yəni bizdə daha çox yığım var, daha az sərmayə var. Və bu ona gətirib çıxardır ki, əlbəttə bu yığımın bir hissəsi bizim ölkələrimizdən çıxır. Çox faydalı olardı ki, biz bu yığımı belə deyək ki, sərmayəyə çevirməyə bacaraq və əlbəttə bunun üçün birinci şərt inamdır, risklərin düzgün idarə olunmasıdır. Strategiya çərçivəsində bir məsələ də mən qeyd etmək istəyirəm ki, 22-26 strategiyası bizim ümumi baxışı təmin. Yəni, amma bunun altında deməli, həm deməli, sahəvi və həm də ki, sektorial yanaşmalar öz əksini tapmışdır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu yaxınlarda möhtərəm cənab prezident tərəfindən 26-30-cu illərdə maliyyə inklüzivliyin təmin olunmasına bağlı dövlət proqramı qəbul olunur və bu dövlət proqramında sığortaya ayrıca deməli, diqqət getirilir və sığorta ilə bağlı qarşıya qoyulan əsas hədəf indikator ondan ibarətdir ki, unikal sığorta müqavilələrinin sayı deməli 25-ci ildə 25%-dən 2030-cu ildə 32%-ə qədər artırılsın. Əlbəttə, bu kifayət qədər, belə deyək ki, ambisiyoz bir hədəfdir və biz düşünürük ki, unikal sığorta müqavilələrinin sayının artırılması üçün bir neçə istiqamətdə biz fundamental məsələləri əldə etməliyik. Bunlardan birincisi, McKinsey-nin bu yaxınlarda bir çox yaxşı bir hesabat olmuşdur. Birincisi, deməli, data və şəbəkə effektidir. Biz, hörmətli Azər mənim də qeyd elədi, peşəkar sığortaçılarla bir aradayıq və sadəcə mən istəyirəm ki, bu bir neçə tezisi sizlə müzakirə edin. Yəni, imkan olsa sonra biz bunu daha dərindən bu müzakirəni təşkil edə bilərik. Birinci, deməli, effekt dediyimiz kimi data və şəbəkə effektidir. Bu, sığorta bazarı üçün nədir? Sığorta bazarı üçün datanın əhəmiyyəti həddindən çox vacibdir. Çünki biz risklərin daralılmasına danışırıqsa, bunun üçün mütləq şəkildə data lazımdır. Çünki biz data əsaslı idarə etmək vasitəsilə riskləri idarə edə bilərik. Ona görə də birinci növbədə çox yaxşı olar ki, biz bank dataları ilə sığorta datalarının uzlaşdırılması, inteqrasiyası məsələlərinə baxaq. İkincisi isə möhtərəm cənab prezident tərəfindən Azərbaycanda elektron hökumət informasiya sistemi qurulur. Və son qanunverici dəyişikliklərdə onu nəzərdə tutur ki, biz bütün informasiyaları, yəni torpaq elektron kadastrçılıq sistemindən tutmuş əmlakəlidir. Oradan tutmuş, deyək ki, kredit tarixçəsinə qədər vahid elektron hökumət informasiya sistemində birləşir.
Siz bir anlık təsəvvür edin ki, əgər biz bütün bu dataları birləşdirsək, onda nə yaranır? Deməli, data effektiv biz təşkil edirlər. Və ona görə mən düşünürəm ki, bu birinci bizim üçün çox vacib bir istiqamətdir. İkinci, daha doğrusu dediyimiz bu şəbəkə effektiv, ümumiyyətlə şəbəkə effektiv olmadan nəyisə təsəvvür eləmək indiki biznes modelində mümkün olan bir məsələ deyil. Yəni, ona görə də mən düşünürəm ki, sığorta sektorunun, xüsusundakı maliyyə bazarının bir tərkib hissəsi olaraq şəbəkə effektiv yaratması bu baxımdan çox əhəmiyyət kəsb edəcək. İkinci istiqamət texnologiyanın bağlı məsələdir. Yəni, gəlin etiraf edək və sığortaçılar bizdən də çox yaxşı bilirlər ki, müasir texnologiyalar sığorta bazarı üçün nəyi əldə edir? Xüsusən də ki, blockchain texnologiyaları. Yəni, blockchain texnologiyaları sığortanın bütövlükdə mahiyyətini dəyişir. Biz bir dəfə banklar haqqında bunu demişdik. Bankçılıq qalacaq, amma banklar mahiyyətini dəyişir. Eyni məsələ sığorta şirkətlərinin də var. Sığorta qalacaq, amma sığorta şirkətinin mahiyyəti tamam dəyişəcək. Və bu texnologiya çox sürətlə gəlir və ona görə biz buna uyğunlaşmalıyıq. Üçüncü məsələ, deməli, insan kapitalına bağlı məsələdir. Mən düşünürəm ki, xüsusən də insan kapitalının inkişafı burada çox vacib əhəmiyyət kəsb edir. Dördüncü məsələ, iqtisadçıların, xüsusən də ki, makro iqtisadçıların sərə-sərə dedikləri miqyas effekti deyilən bir anlayışdır. İqtisadiyyatın miqyas effekti. Yəni, balaca bazarlarda böyük nəticələr əldə etmək mümkün olmayacaq. Ona görə də mən düşünürəm ki, bugün Sığortaçılar Asosiasiyasının beynəlxalq əməkdaşlığı bu baxımdan çox əhəmiyyətlidir. Biz qlobal bazarın bir tərkib hissəsi kimi çıxış etməliyik. Qaldı ki, deməli, bir neçə də mən vacib sektorial məsələləri də qeyd etmək istəyirəm. Daha doğrusu ona keçməkdən qabaq bir məsələni qeyd edim ki, ümumiyyətlə sığorta şirkətlərinin son vaxtlar inkişafı həm bizi belə deyək ki, sevindirir, amma həm də ki, çağırışların olduğunu göstərir. Məsələn, Return on Assets göstəricisi bizdə 25-ci illə müqayisədə, üzr istəyirəm, 22-ci illə müqayisədə 25-i müqayisə edəndə görürük ki, hər sığorta şirkətlərində olduğu kimi qalır, qeyri-hər sığorta şirkətlərində bu 4%-dən 7%-ə qədər artır. Baxmayaraq ki, aktivlərdə və həcmlərdə artım var. Çox yaxşı bir göstərici ondan ibarətdir ki, biz sığorta dediyimiz kimi toplanmalarının sayı təxminən 1 milyarddan 22-ci ildə 1.5 milyard ödəniş çatıb, amma ödənişlər daha böyük sürətlə artıb. 22-ci ildə bu göstərici 477 milyon idi, ötən il bu göstərici artıq 9 milyonun üzərində olur. Yəni, ödənişlərin sığorta premiumuna olan nisbəti yaxşı mənada müştərilərin yerinə dəyişir, bu müştərilərin inamını artır. Deməli, indiki halda biz sektorial yanaşanda da bir neçə vacib məsələlərlə qeyd etmək istəyirəm, xüsusən də ki, aqrar sektorundan bağlı. Bildiyiniz kimi, bu günlərdə Cənab Prezident tərəfindən aqrar sektor, akvakultura və balıqçılıq sahəsində dövlət proqramı 2030-cu ilə qədər qəbul olunmuşdur. Burada da əsas mexanizmlərdən biri sığorta mexanizmidir. Xüsusən də deməli, dövlət subsidiyalarından sığorta mexanizmin arasında qurulacaq əlaqələrdir. Bu çox vacib bir məqamdır. Çünki dövlət sığorta mexanizmi və buna bir strateji baxış ondan ibarətdir ki, biz müştəriyə premiumdə riskin mahiyyətinə uyğun diferensiallaşmaq. Digər tərəfdən bunu subsidiya mexanizminə bağlıdır. Və bu strateji baxışın altında həm qanunvericilik tərəfidir və həm də ki, ayrı məsələdir ki, bunun praktik tərəfinə biz baxmalıyıq. Çox vacib istiqamətlərdən biri aqrar sektorda, deməli, bitkisiliklə bağlı sığorta olunan sahələrin sayı 360 min hektardan 1 milyon hektara qədər 2030-cu ildə çatdırılması hədəflənir. Eyni zamanda heyvandarlıq sayəsində də indiki halda 6,9 min baş heyvandan biz bunu təxminən 100 min başa qədər çatdırmaq istəyirik 2030-cu ildə. Gördüyünüz kimi dəqiq hədəflər var. Və mən düşünürəm ki, bu çox yaxşı bir bazar imkanları və sığorta şirkətləridir. Mən bunları niyə bu əsas hədəf indikatorlarının üzərində tezislər oluram? Çünki belə deyək ki, İqtisadi İslahatların Təhlil Kommunikasiya Mərkəzi bugün dövlət proqram idarəetməsinin mərkəzində duran qurumdur və
biz dövlətin mesajlarını, xüsusən də mən Sığortaçılar Asosiasiyasına, Mərkəzi Banka təşəkkür etmək istəyirəm ki, bu cür platformalarda bu mesajları çatdırılması üçün imkan yaratılır. Çünki bu dövlət özəl dialoqudur və biz bu mesajları verməliyik ki, sığorta bazarı inkişafı ilə bağlı öz planlarını düzgün müəyyənləşdirə bilsin. Çox vacib istiqamətlərdən biri əlbəttə tibbi sığortadır. Bu istiqamətdə islahatların artıq biz yeni səhifəsinə başlayırıq və icbari tibbi sığorta deməli, istiqamətində əsas tapşırıq ondan ibarətdir ki, deməli, dövrün əvvəlində biz 2022-ci ildə 2500 xidmətdən, daha doğrusu 2200 xidmətdən artıq 2500 xidmətə qədər deməli, bunu artırmaq planlaşdırılır və burada da xüsusi olaraq qeyd etmək lazımdır ki, deməli, tibbi sığorta zamanı, xüsusən də ki, könüllü tibbi sığortada etiraf etmək lazımdır ki, bizim müəyyən çağırışlar var. Burada fərdi könüllü tibbi sığorta bildiyiniz kimi təxminən 1900 manatda başa gəlir, hüquqi şəxslərin işçiləri fərzi olaraq sığortalandırılır, təxminən 600 manatın üzərindədir. Türkiyədə bu göstərici 500 dollardır. Hansı ki, maaş fərqi var. Ona görə də bu çağırışlar da artıq bizim dövlət proqramlarında düzgün olaraq təsbit olunur. Və yekunda mən nəyi demək istəyirəm? Bu cür açıq müzakirələr çox vacibdir. Yəni, biz həm gördüyünüz kimi, məndən əvvəl çıxış edən Əliyar müəllim, Mərkəzi Bankın nümayəndəsidir. Problemləri də biz qeyd edirik, çağırışları da qeyd edirik və eyni zamanda bununla bağlı dövlətin strateji baxışını da qeyd edirik. Yalnız bu halda biz inam yarada bilərik. İnam isə sosial kapital demir. Və sosial kapitalın iqtisadi artıma təsiri. Bu, empirik olaraq dəfələrlə sübut olmuş bir məsələdir. Ona görə də mən düşünürəm ki, bugün Azərbaycan sığorta camiyyəsinin qarşısında həm ölkənin davamlı iqtisadi inkişafı, həm sosial rifah halının yaşlaşdırılması, həm də vətəndaş məmnuniyyətinin belə deyək ki, artırılması nöqteyi nəzərindən böyük hədəflər dayanır və çox yaxşı haldır ki, artıq biz dövlət özəl dialoqun halında biz məsələlərə baxırıq və bu prosesi iləri aparırıq. Konferansın işinə bir daha təşəkkür, burada arzulayılan və təşəkkür edirəm. Sağ olun.